Dostlar salam, hər vaxtınız xeyir olsun. Deməli, article həm 9-lara, həm də 11-lərə bircə dənə sual düşür. Sual asandır, amma biraz diqqət tələb eləyir. Tamam mı? Çətin düşmür. Dediyim kimi qrammatik suallar rahat düşür. Article da düşür, amma bizdən nə tələb eləyir? Biraz diqqət tələb eləyir. Getdik. Birinci an article. Buna qeyri-müəyyən article deyirlər. İngiliscə adını demirəm. Ancaq sayılan tək isimlərlə işlənir, yəni cəm isimlərlə və sayıla bilməyən isimlərlə işlənmir. Qeyri-müəyyənlik bildirir. Yəni, sən nəsə haqqında ilk dəfə danışırsansa və ya bir demək istəyirsənsə, bir mənasında, onda həmin sayılan tək ismin qabağında an article verə bilərsən, mənası bir deməkdir. Bəs ilə n-in fərqi nədir? Özündən sonra gələn samit səsə görə, hərfə yox, səsə görə sait səsə görə n verərsən. Burada h yazılsa da h oxunmur. Our ya da our. Eləcə də, məsələn, united, məsələn, nə olsun? Group. Y oxunduğuna görə verəcəksiniz. Və yaxud honest. H oxunmur. Honorable. H oxunmur. Man. Nə verəcəksiniz? N. Honest yox. N honest. Okay? Buna fikir verirsiniz. Quite düşməz. Such düşər. Very düşər. What düşər. Bura rather'ı da əlavə edirəm ki, bu quite və rather'ın düşmə ehtimalları azdır. Əsasən bu üçlükdən sonra sayılan tək isim görsəz ki, ismin qabağında sifət də görə bilərsiniz, problem deyil. Önəmli olan burada isimdir. Məsələn, an old man. Bu sifətdir, buna takılmayın. Sayılan tək isim varmı? Var. An ona aid. Okay. Votdan, veridən, saçdan sonra sayılan tək isim gəldiyinə görə biz mütləq an article-dan istifadə edəcəyik. Yenə də, məsələn, buradakı saitə baxmıram, buradakı samitə baxmıram, buna baxıram, v, samit səsi olduğuna görə Özündən sonra yəni ilk səsə baxıram. Sait səsi olduğuna görə n. N, samit səsi olduğuna görə b, samit səsi olduğuna görə Sonra, çox düşür bunlar. Have got, var deməkdir. To be-nin formalar am, is, are, was, will, be və been. Bunlardan sonra sayılan tək isim varsa, yenə an article-ını yapışdıracaq. Əksərən belə. I have got, book yox, a book. I have book yox, a book. John is teacher yox, a teacher. Ya da we are team yox, a team. She's got, yəni she has got, bag yox, a bag. İndi sifətləri özüm işlətmədim. Okay? Cəm ismin qabağında an varsa çıxardırsınız. Bu həmişə tətbiq olunan bir şeydir. Bu dediyim cümləyə fikir verin. Testlərin əksəriyyətində belə görəcəksiniz. Cəm isim varsa, qabağında an olmayacaq. O variant səhvdir. Saymayan isim varsa, qabağında an olmayacaq. O variant səhvdir. Sayılan tək isim varsa, qabağında boşluq olmayacaq. Cümlə və ismi birləşmə daxilində sayılan tək isim var, amma qabağında boşluq var. Article əvəz heç nə yoxdursa, avtomatik səhvdir. Bunu yadda saxlayın. Bu 3 dənə cümlə lazımdır. The article nə deməkdir? İndi bəzən z deyəcəm ki, başa düşəsiniz. Əslində the ya da the belə oxunur. Deməli, bu müəyyənlik artiklı. Tamam mı? Müəyyənlik. Müəyyənlik bildirir. Yəni, müəyyənlik deyəndə nə deməkdir? Mənim üçün müəyyəndir. Mən bilirəm, mən tanıyıram. Filan, nə bilim, isimdən danışıram. Yəni, stoldan, kitabdan, adamdan, kimdənsə, nədənsə danışıramsa, o mənim üçün müəyyəndirsə, neyəcəm? The article verəcəm. Müəyyən olduğunu bəzən cümlədə bizə verəcək. Ekstra cümlə verəcək. Cümlənin mənasından, kontekstdən, məzmunundan tutarsan ki, bu müəyyəndir. Qabağında nədir? The article verək. Və bu the article sayılmayan yazmışam. Neysə,
Sayılmayan isimlərlə də işlənir, sayılanlarla da işlənir, təklə də işlənir, cəmlə də işlənir. Yəni bunda fərq yoxdur. Məsələn, en ancaq sayılan təklə işlənir, düzdür? Cəm və sayılmayan işləmir. Amma the article isə bütün isimlərlə işlənir. Sadəcə məsələ bu ki, bu qeyri-müəyyənlik yox, müəyyənlik bilir. Bir şey bizə məlumdur, konkretdir, standartdır, danışana da müəyyəndir, dinləyənə də müəyyəndir. Ha, okey, qabağında devir. Məsələn, mən adamı gördüm. Hansı adam, qaqa? Məsələn, deyə bilərsən, mən adam gördüm. Tamam, mən. Amma burada deyir ki, mən adamı gördüm. Hansı adam? Dünən tanış olduğumuz adam. Şu bəllidir hansı adamdan gedir. Deyir, qapını aç. Bilirəm də, söhbət hansı qapının. Evin bir dənə qapısı var, otaqdasan, qapını aç. Bəllidir, situasiyadan bəllidir. Və ya ikinci səfər adı çəkiləndə, bir şeyi təkrar eləyəndə the article verir. Məsələn, ilk dəfə danışdım, stolda bir kitab var, tamam. Amma ikinci səfər deyirəm ki, kitab maraqlıdır. Stolda bir kitab var, kitab maraqlıdır. Tamam, ilk dəfə adını çəkdim, stolda bir kitab var, Amma təzədən deyirəm ki, kitab maraqlıdır, kitab qırmızı, kitab falan şey haqqındadır. O şey, the verəcəksiniz. Həyətdə, küçədə, parkda bir it gördüm. İt çox böyükdür. Yəni, hansı it? Yəni, küçədə gördüyün it. Ona görə nədir? The verəcəksiniz. Unikal nədir? Unikal tək, yeganə. Kainatda, ölkədə, dünyada, sinifdə, evdə, həyatda, nə bilim, harda, meşədə, darda, qarda, boranda, şaxtada, bilmirəm. Ondan bir dənədirsə, qabağında the verəcəksiniz. Dünya, səma, ay, günəş, hökumət, prezident, kral, kraliça, nazir, tamam mı? Və s. və ilaxır. Metro, park, nə bilim, yəni standart sözlər var ki, qabağında nədir? The işlədəcəksiniz. Sonra, sifətin üstünlük dərəcəsi. Qabağında nə verəcəksiniz? The, məsələn, the most beautiful, the best, qudun üstünlüyü, the worst, bədin üstünlüyü, the tallest, tallın üstünlüyü. Okay? Amma əvəzlik mənasında, əvəzlik kimi, əksəriyyət mənasına gələn most sözünün qarşısına verməyin. Zərfin üstünlük dərəcəsinin qarşısına the article verməyin. Dənizlərin adlarında, okeanların adlarında, çayların adlarında, cəmdə ada qruplar, adalar, dağlar cəmdədirsə, təkdə yox, cəmdədirsə, the article verəcəm. Kanal adları, səhra adları, səhranı bura yazmışam, yoxsa yox bilmirəm. Okay? Qabağında the article-ın verəcəksiniz. Adaları yazmışam. İlk dəfə ada yazmışam. Neysə. The article verəcəksiniz. Məsələn, the Caspian Sea, the Pacific Ocean, the Himalayas, the Bahamas. Okay? Cümlədən zaten biləsiniz, bu dağdır, adadır, təkdir, yoxsa cəmdir. Ay müəllim, göl adları onsuz da düşmür. Standart fikir verdim, dəyişiblər temanı. Niyə? Keçmişdə deyirlər ki, lake olanda verməyin. Düzdür, lake olmayanda verin. Artıq bu nə ləğv edilir? Ümumiyyətlə, ingiliscəsində belə bir şey var. Siz yenə bu qayda ilə gedin də, səhv götürsələr, apelyasiya ilə danışarsınız, deyərsiniz, müraciət eləyər, düzəldərlər. İngiliscəsində ümumiyyətcə, göl adları lakesiz işlənmir. Yəni, göl adları ancaq bu şəkildə işlənir. Hətta 9-un testlərində də var ki, Lake Baykal yazılır. Sonra 11-ci, yoxsa neçənci kitabda da var, dərslikdə də var ki, Baykal'la bağlı. Heç birinə The Baykal yazmır. Yəni Baykal, Lake Baykal. Söhbət bağlı. Bütün göl adları Lake filan göl, Lake Van, Lake Urmiya, okay? Belə gedəcək. Yəni tak что oyuna bağlı sual düşən də deyil. Düşsə yenə deyirəm. Necə yazsınız yaz. Səhv də yazsılar, apelyasiyana ona bal almaq olur, problem deyil. Musiqi alətləri. Əsasən play ilə işlənir. The article verir. Bir də ümumi anlayış. Nədir bu ümumi anlayış? Məsələn, Şir meşənin kralıdır. The Lion. Yəni sayılan bir tək isim ümumi bütöv bir sinifi əvəzləyəndə qabağında nədir? The article verəcəm. Radio filan vaxtda kəşf olunub. İnternet nə bilim elədir. Kompüter bomba icaddır. Telefon 1900-də kəşf olunub və s. və ilaxır. Ölkə adları, şəhər adları, yer adları, adam adları qabağında article verimsiz, küçə adları və s. Amma tərkibində bir neçə sözdən ibarət ölkə adı varsa, tərkibində republic sözü varsa, kingdom varsa, states varsa, emirates varsa, federation varsa, mütləq the verəcəksiniz və ən məşhurda the United Kingdom və United States'dir. United Kingdom'ın qısa forması the UK, United States'in qısa forması the USA ya da the US.
qeyd eləyin. The Vatikan da var. Başqaları düşmür. Öyrənmə ehtiyacı yoxdur. Ukrayna the ilə işlənmir. Sovetdən qalma temadır. Takılmayın elə şeylərə. Olsa düşən deyil. Növbəti sonuncu mənasında the next, the last verəsiz. Amma bu next və last zaman zərfləri ilə işlənir. Zaman zərfi ilə işləndə birazdan deyəcəm. Zaman zərfi kimi işlənirsə, məsələn next Sunday, last Sunday, next week, last week article verməyin. Amma növbəti, gələn mənasına verəndə, keçən mənasına verəndə, bəli, qabağında the article verəcəm. Cəhətlərin qarşısında the is, şərq, cənub, şimal, qərb, the article yapışdırmaq lazımdır. Arxa fondakı səslərə görə üzrlü sayın. Evening, morning, afternoon, the sözün üstə in. İnin əvəzi during da verə bilərsiniz. Yəni, during və in varsa, the evening, the morning, the afternoon. Bu article mövzusu. Və yaxud sözünün mövzusunda belə düşər. The evening, the morning, the afternoon gördüksə, in ya da during qabağında sözünü bunlar verir. Dillərin qarşısında article işlənmir. German, Azerbaijani, Russian, Turkish, Chinese, English, Japanese. Amma language sözün versəm, mütləq qarşısında the article verməliyəm. İndi keçmiş, gələcək. Bundan da bir dənə olduğuna görə the past, the future, the present verəcəksiniz. Oflu ifadələrdə, of normalda cansıların yəliyini, yəni apostrof s, s-apostrof vermədiyimizə görə əksəriyyətində. Həmin o apostrof s, apostrof əvəzləyən sözünü nədir? Of'dir. Buna structure deyirlər. Yəliyi əvəzləyir, mənsubiyyəti göstərir. Yəni yəli halda eləsində. Hər nəysə, nəyinsə nəyi, yəni divarın rəngi, otağın qapısı, stolun ayağı, meşənin kralı və s. və ilaxır. Yəni bu şəkillər verəndə, tamam mı? Həmin bu oflu isimlərdə ofdan soldakı ismin qarşısına d versiniz. Adətən də sayılan isimlər olanda nəyinsə nəyi bəlli olduğu üçün sağı da d götürülür. Yəni çünki mən bildiyim divarın rəngindən danışıram, bilmədiyim divarın rəngindən necə danışıram? Sonra sıra sayıların qabağında the article mütləqdir. Və sıra sayını da bilin. Birinci, ikinci, üçüncü əzbərləyin. J, dördüncü, beşinci, yəni sonsuza qədər orada 1, 2, 3 rəqəmlərindən başqa nə rəqəm işlətsəz, dördüncü, beşinci, altıncı, yedinci, səkizinci, dokuzuncu, onuncu, mininci, yüzüncü, 20-ci fərqi yoxdur. Hamısı TH ilə düzələcək. Bunu öyrənin. Yəni bu şəkilçiləri ya da third, second, first gördünüzsə qabağında the article verirsiniz. Cəm isimlər, isimləşən sifətlər. Yəni cəm halında daha doğrusu illər, isimləşən sifət 60-lar, 70-lər, 80-lər, 90-lar, 100-lər. Bunlar görsəniz ki, cəmdədir, qabağında the verə bilərsiniz, problem yoxdur. Və isimləşən sifətlər. Normalda bu sifətdir, kasıb, varlı, qoca, cavan, işsiz, yaralı, zədəli. Amma qabağında the verəndə isimləşir. Həm də cəmlər, kasıblar, varlılar, yaralılar və s. və elə. İngilislər, məsələn, the English, ingilislər deməkdir. English, İngilis dili deməkdir. Və artikellər nə zaman işlənmir? Artikellər cəm və salim isimlər ümumi mənada işlənəndə qeyri-müəyyən olur. Bizim də qeyri-müəyyən artikelimiz EN-dir. EN də sayılan tək isimlə işlənir. Amma mən cəm və saim isimlərdən danışıram deyə, EN-i ondan işlədə bilmədiyim üçün qalır nə? Boşluq. Məsələn, deyirsiniz ki, pul hər şeydir. Düzdür, burada vardı o cümlə. Money is everything. Pul hər şeydir. Düzdür. Money nədir? People. İnsanlar deyir ki, pul hər şeydir. People cəmlədir, money saim isim. İkisi də qeyri-müəyyəndir. Mən də qeyri-müəyyəni artiklım EN-dir. Halbuki cəm ismin və saim ismin qabağında EN gəlmir. Onun üçün mən məcburam nə verim? Boşluq, yəni heç nə. Cəm və saim isimlər qeyri-müəyyən olanda ya da ümumi anlamda işləndə qabağında artikl vermir. Yəni mən bilməm də kimdən danışım. Ümumi danışıram. Apşaka deyirlər, apşaka danışıram. O söhbət. Alimlər hələ də filan şeyin dərdini tapa bilməyiblər. Hansı alimlər? Ümumi danışır, ümumiyyətcə alimlər. Artikel verməyəcəm. Bayaq dedik ki, have, got to, tübrin formalarından sonra dedik ki, sayılan tək isim gələndə en veririk. Bəs cəm və saymayan gələndə heç nə. Heç nə verməyəcəksiniz. I am a teacher deyirəm, amma we are teachers deyirəm.
I have got a book deyirəm. I have got books deyirəm. News deyirəm. Elm və fən adları, idman adları, oyun adları qarşısında article işlənmir. Dil adların qarşısında article işlənmir. Dağlar cəmdədirsə silsilə falan, adalar cəmdədirsə qrup bağı, okey, və article verir. Amma tək dağdırsa, tək adadırsa, ölkə, şəhər, qitə, matik bunlar dedik. Qabağında article nə eləməyin, verməyin. Next və last'ı da dedik, zaman zərfi kimi işlənir. Qabağında article verməyin, keçən həftə, gələn həftə. Və bu da düşür. Bir isim nömrə ilə verilirsə, bax, sıra sayı kimi yox. Otaq 5, səhifə 7, qapı 10. Qabağında article verməyin. Amma sən desən ki, 5-ci otaq, 7-ci səhifə, 10-cu qapı, 1-ci nə bilim nə, 2-ci nə bilim nə, özüm belə yazım, 3-cü nə bilim nə, onun da qabağında gərək nə verəsiniz? The article verəsiniz. Anlatabildim mi arkadaşlar? Amma isimdən sonra rəqəm verildiyi halda article verməyin. Yəni, əsas öyrənisi şeylər budur. Əlavə kim də başqa bir söz, hər hansı bir nəsə öyrənmək istəyirsə, ifadələr, zətlər, öyrənək kitabdan, oradan, köhnə materiallarımızdan. Tell a lie, yalan danışmaq. Tell the truth, düzünü demək. Bunlar ifadələrdir. İstəyən olsa artikelin əsas böyük materialını verə bilərəm. İstəsəz problem deyil, verərəm. Keçək quizlərə.